Hər vaxtınız xeyirli olsun, hörmətli tamaşaçılar, dəyərli izləyicilər. Bugün yanvar ayının 9-u, həftənin cümə günü 2026-cı ildir. Son dəqiqə bir xəbərimiz var, onu nəzərinizə çatdırırıq. İranda vəziyyət səngimir və nəinki səngimir, hətta daha qorxulu və gərgin bir həddə gəlib çıxmaqdadır. Artıq belə bir xəbər də yayılıb ki, dövlət televiziyası, İranda dövlət televiziyasının binası da yanıb. Bununla bağlı BBC-nin Fars dili xidməti İsfahanda İranın dövlət televiziyası olan İribə məxsus binanın alovlar içində qaldığını əks etdirən, hətta görüntülər də yayımlayıb. News 365 saytı xəbər verir ki, hər bir bal sevən baxın bu balın dadına mütləq şəkildə alıb baxmalıdır. Çünki əsl bal yeyən insanlar əgər bilirlərsə təbii bal necə olmalıdır. Ona görə də bu cür ballardan kim istəsə 051 546 39 39 nömrəsi ilə əlaqə saxlasın. Azərbaycanımızın bütün şəhər və rayonlarına göndərib çatdırmamız tam pozulacaq. Bir şey də mən qeyd edeyim. Mən verən balın tərkibində əgər qatı çıxarsa, mən onun pulunu 2 qat geri verəcəyim. Mən aracı vidadi olaraq bu sizə verdiyim zəmanətdir. Balındakı möhtəşəmliyi göz qabağındadır. Hər biriniz zəng eləyin, sifariş eləyin. Sağ olun.